أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Qolmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman, rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhli beytinə. Salam əziz tələbələr və bizi kanalımızdan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Quran elmləri dərsində 477-ci dərs bugün 9 mart 2026-cı il, dünənki gecə, yəni 8 martdan 9 marta keçən gecə birinci əhya idi. Allah namaz, oruc, dua və əhyalarımızı bizlərdən qəbul eləsin. İmam Əli Əleyhisselamın bugün sübh namazında zərbə aldığı bir gündür. Keçmiş tarixdən ən bədbəxt insan, Salih Peyğəmbərin dəvəsini öldürən şəxslər, yaxın tarixdən isə ən bədbəxt insan İmam Əli Əleyhisselamın başına qılınc vuran şəxsdir. Allahdan istəyirik ki, bizi imamımızın yaxın dostlarından, şiələrindən qərar versin. Amin. Mən deyəcəm dərslər bu kitabda yoxdur. Burada yoxdur olar. Biz keçən dərs danışmışıq, dedik ki, Fəslul Xitab kitabı var. Bu Şia alimi Şeyx Mirzə Nurinin kitabıdır. Bu da bütün yazılarını götürüb əxbari alimlərindən olan Seyyid Nemətullah Cəzairidən ki, səhifə 206 qeyd olunub. Seyyid Nemətullah Cəzairidən götürüb bu Şeyx Mirzə Nuri bir kitab yazıb. Fəsl Xitab demiş ki, fəsl yəni qane edici, aşkar mənasında. Xitab da ki, bir növ müraciət, tərəf. Yəni tərəfə aşkar formada tərəfi bir də qane edən bir müraciət. Dedik ki, sonradan bu mərhum Şeyx Mirzə Nuri öz səhvin boynuna alıb, deyir ki, bəs mənim fikrim başqa bir şeydir. Mən kitabın adını Fəsl Xitab fi ədəmi təhrifil Quran, Quran-Kərimin tərif olmaması barəsi mən kitab istəyirəm yazam, amma öz əqidəmi bildirməlikdə və hədislər araşdırmalıqda, hədislərin sənədlərinə baxmaqda səhlənkarlıq eləmişəm və onun üçün də o səhvin boynuna almışdı. İndi biz bugünkü dərsdə ki, burada mən deyəcəklərim yoxdur, mən özümün qeydiyyatım var, təhsilimiz vaxtında bu Fəsl Xitab barəsində məlumatlar var. Mən onları həm öz kitabım var, PDF forması, həm də ki, orada mən xülasəsini qeyd etmişəm dəftərimə. Mən işte oradan oxuyacağım, öz yazdığım yazıdan bu kitab barəsində. Bilmirəm, bugün bitər ya bitməz, bilmirəm. Bu kitab barəsində. Amma ondan sonra bizim dərslərimiz davam edəcək. Hələ kitaba keçməyəcəyik. Təhrif barəsində tam fərqli məlumatlar da olacaq inşallah gələn dərslərimizdə. Hər bir halda biz nağdından bu kitabın barəsində məlumatımız olsun, araşdırma aparaq. Görək necədir ümumiyyətlə bu mərhum Mühəddis Nuri kitabın yazıb. Gəlin bu kitaba bir baş vuraq. Görə bir necə bir şeydir bu. Yəni bunu qəbul etmək, etmək nə dərəcədə doğrudur, hər bir halda araşdırmalıyıq. Fəsl Xitab müəllif Şeyx Mirzə Nuri. 12 fəsil və bir xatimə var. 12 dənə fəsil var, bölmələr var kitabda və bir dənə yekun var, xatimə, kök, kitabın sonu mənasında. Hər 12 fəsli təhrifə sübut adı ilə qeyd edib. Məsələn, deyir, Quran-Kərim təhrif olub, hər 12 fəsildə sübutlar ortaya qoyur. Belə bir kitabdır. Peyğəmbərdən sonra surələrin tərtibi oldu. Var nuzul ardıcılığı ilə, yəni Quran-Kərim Peyğəmbərimizə nə cür gəlib, o var nə nuzul ardıcılığı, deyək var ki, onun tərtib olunmalığı, aləmizin, daha doğrusu surələrimizin dalqabaq olunması. Deyir, bu təhrif deyil. Çünki müəyyən bir kəlmənin yerini dəyişmir. Surənin yerini dəyişir. Peyğəmbərdən sonra bu olub. Bunun qəbahəti yoxdur. Tərtib və şərhlər var.
Yəni ayəni yazır, ayənin böyründə şərh, yəni izah, yəni təfsir. Bunlar təhrif sayılmırlar. Yəni təhrif budur, kəlmə azaldarsan, kəlmə əlavə eləyərsən. Bu da təhrif. Nöqtə azaldarsan, nöqtə əlavə eləyərsən. Hərf azaldarsan, hərf əlavə eləyərsən. Bu nədir? Təhrifdir. Amma birinci ələq gəlib, ələqi qoyurlar 96-cı surə, yəni yerlərini dəyişirlər surələrin, bu təhrif sayılmır. Kəlmənin yeri dəyişməyib, surələrin yeri dəyişilib. Və bu üstəgəl ayələrin böyründə o qədər haşiyə, kitabın böyründə haşiyə yazarlar. İzah ünvanında təfsiri, şərh nüzulu, ayə necə gəlib, necə gəlib, kim barəsində gəlib, deyib bəziləri bunu ayələrin ayə kimi sayıblar. Daha düşünmürlər ki, bu ayə deyil, ayəyə verilən bir izahdır. Ayənin içində yazılmır ki, bu məsələn, məqsəd İmam Əlidir, xanım Fatimədir. Bu yazılmayıb. Onun böyründə yazıb ki, məsələn, İnna ətənəkəl Kəvsər yazıb böyründə ki, məqsəd Fatimədir. Yəni bu Fatimə sözü ayə deyil, ayəyə verilən izahdır.